Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Sizə sabaha olan hava haqqında məlumatı təqdim edirik. Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin 23-dən 24-ünə keçən gecə bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Cənub-şərq küləyi gündüz şimal-qərb küləyi ilə əvəzlənəcək. Temperatur gecə 11-15 dərəcə isti, gündüz 20-25 dərəcə isti olacaq. Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcək, dolu düşəcək, yüksək dağlıq ərazilərdə qar yağacaq. Gecə və səhər bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Temperatur gecə 13-18 dərəcə isti, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacaq. Belə dəyərli izləyicilər, bizdən bugünlük bu qədər. Görüşənədək.